Baxın, nə deyir Abu Dərdə radiyallahu anhu? Yetimin qəlbini incitməkdən və zülm olunmuşun duasından çəkin. Çünki o dua gecə ilə ucalara qaldırırlar insan yatarkən. Sən elə bilirsən dua yüngül bir, kiçik bir əməldir. Halbuki sən bilmirsən dua nə işlər görür. Gecə oxları kimi dualar hədəfə dəyər. Amma onların müəyyən vaxtı vardır. O vaxt isə sona çatacaq. Rəbbin istədiyi vaxt onları saxlayır, hökm keçdiyi zaman isə göndərir. Sənə zülm ediblərsə Allaha həvalə elə, Allaha tapşır. Allahdan istə, tələsmə. Baxın, olmuş bir hadisə. Bir kişi Həccac, bilirsiniz, Həccac tarixdə zalimlardan birisi olub, İraqda hökm edib. Çox salih insanlar öldürüb. Bir kişi Həccacın çarmıxa çəkdiyi bir adamın yanından keçdi və dedi, yəni öldürüb dirəkdən asmışdı. Ey Rəbbim, zalimlara göstərdiyin hilm, möhlət, səbir məzlumlara zərər verdi. O gecə yatdı və yuxuda gördü ki, qiyamət qopmuşdur və sanki cənnətə daxil olmuşdur. Orada həmin məzlumun ən uca yerlərdə olduğunu gördü və bir münadi çağırışçı belə dedi: mənim zalimlara göstərdiyim hilm məzlumların ən yüksək yerlərə yerləşdirdi. Subhanallah. Bu dünyada almayacaqsan, ahirətdə alacaqsan. Baxın, misal üçün, tarixdə də olmuşdu, alimlərə əziyyət vermişdilər və hər insana əziyyət vermişdilər. Nə oldu sonunda? Bu dünyada ikən Allah Teala ya zalimləri bu dünyada məhv eləyər, bəlaya göndərər və yaxud da ki, ahirətə saxlayar. Sən Allah Teala'ya həvalə edəndən sonra heç bir şey düşünmə. Çünki sənə kim zülm edibsə, onu Allah'a tapşırmısan.